Hər vaxtınız xeyir dəyərli izləyicilər. Bu videomuzda 8-ci siniflər üçün KSQ 2 A variantı sualların izahlarını paylaşacağım. İzahlara keçmədən öncə kanala abunə olaraq həftə ərzində paylaşılan videolardan faydalana bilərsiniz. Eyni zamanda 055 418 82 02 telefon nömrələri ilə bizimlə əlaqə saxlayaraq əyani dərslərimiz haqqında məlumat əldə etmək olar. Əyani dərslərimizin ünvanı Elmlər Akademiyası metro stansiyasının düz yaxınlığında yerləşir. 055 418 82 02 əlaqə saxlayıb dərslərə qoşula bilərsiniz. Keçək sualların izahına. Ekranı yaxınlaşdıraq və Semiramidanın asma bağları mətninə başlayaq. Semiramidanın asma bağları dünyanın 7 möcüzəsindən biridir. Bu tikilini Babil hökmdarı 2. Nabuxodonosor sevimli arvadının şərəfinə saldırmışdır. Ehtimala görə asma bağları müasir Xilla şəhərinin yaxınlığındakı qədim Babil şəhər dövlətindən yerləşmişdir. Kərpicdən tikilən sıra dağlar üzərində qurulmuş 6 cərgə pilləvari terrasların hər birinin üstünə torpaq tökülmüş və burada bağ salınmışdır. Onların özülünə iri yassı daşlar, qır-qarışıqlı bir qat qamış döşənmişdir. Sonra gipslə birləşdirilmiş 2 cərgə kərpic düzülmüşdür. Onun üstündən isə qurğuşun təbəqəsi düzülmüşdür. Bu, suyun aşağı yarusa keçməsinin qarşısının alınması üçün belə edilmişdir. Terrasın özü isə qalın məhsulat torpaq qatı ilə örtülmüşdür. Torpaq qatı o qədər qalın olmuşdur ki, orada iri ağaclar kök ata bilmişdir. Minlərlə qul gecə-gündüz dəri tuluqlar asılmış nəhəng çarxları, boşluq. Onlar Fərat çayından asma bağlara su qaldırırdılar. Suyun şırıltısı uzaq Midiyadan gətirilmiş ağacların kölgəsi və sərinliyi əsl möcüzə idi. Tikili sütunlardan və taxşəkilli taxta-puşdan ibarət özül üzərində dururdu. Babilistanı fəth etmiş Makedoniyalı İskəndər sarayın məhz bu zallarında bağın aşağı yarısında vəfat etmişdi. Asma bağlar Fərat çayının daşması nəticəsində məhv olmuşdur. Qədim Babilistan dövləti süquta uğrasa da onun adı bu günə dək yaşayır. Birinci sual. Hansı cümlənin mübtədası mürəkkəb adla ifadə olunmuşdur? Semiramidanın asma bağları dünyanın 7 möcüzəsindən biridir. Nə? Semiramidanın asma bağları. Bu mürəkkəb ad yox, söz birləşməsidir. Dünyanın 7 möcüzəsindən biridir. Bu da xəbərdə mürəkkəb ad deyil. Bu tikilini Babil hökmdarı 2. Nabuxodonosor sevimli arvadının şərəfinə saldırmışdır. Kim saldırmışdı? 2. Nabuxodonosor. Bu mürəkkəb addır. B bəndə olar. Sonra gipslə birləşdirilmiş 2 cərgə kərpic düzülmüşdü. Nə düzülmüşdü? Kərpic. Bu mürəkkəb ad deyil. Tikili sütunlardan və taxşəkilli taxta-puşdan ibarət özül üzərində dururdu. Nə tikili mürəkkəb ad deyil? B bəndi düzgün cavabdır. Burada Y-yə də baxaq. Terrasın özü isə qalın, məhsulla torpaq qatı ilə örtülmüşdür. Nə? Terrasın özü mübtədadır burada, amma mürəkkəb ad deyil. 2. Qarşısında bu işarə qoyulmuş söz hansı cümlədən mətndəkinə uyğun mənada işlənmişdir? O işarəni tapaq əvvəla, görək o işarə harada qoyulub. Baxın bu cümləyə. Tikili, sütunlardan və taxşəkilli taxta-puşdan ibarət özül üzərində dururdu. Özül üzərində dururdu. Uyğun mənanı istəyir. Namiq məni görən kimi ayağa durdu. Burada durmaq həqiqidir. Biz daim vətənin keşiyində dururuq. Uyğun deyil. Babam xəstəlikdən yenicə durmuşdu. İnsan bir yerdə durarsa inkişaf etməz. Neft daşları polad dirəklər üzərində durur. Bəli, ona bərkidilib onun üstündə durur. Eyni şeydir. Neft daşları polad dirəklər üzərində durur və ya tikili, neft daşları da bir tikilidir. Deməli, taxta-puşun üzərində durur. Eyni məzmun, eyni tip cümlədir. Ona görə cavabımız elə Y variantıdır. Terrasların şəkilləri mürəkkəb quruluşa malikdir. Cümləsi mətnin neçənci abzasının sonuna artırılmalıdır? Burada terras gedən abzaslar hansılardır? Demək, burada 2-ci və 3-cü abzasının sonunda terras sözü var. Birində deyir ki, terrasların hər birinin üstündən torpaq tökülmüş və burada bağ salınmışdır. 3-cü abzasda isə deyir, terrasın özü isə qalın məhsuldar torpaq qatı ilə örtülmüşdür. İndi biz hansının sonunu artırmalıyıq, ona baxaq. Əvvəla, burada terrasın özü isə bununla örtülmüşdür deyir və ondan sonra terrasların şəkilləri mürəkkəb quruluşa malikdir desək əgər, şəkillər mürəkkəb quruluşa malikdir. Onun davamında torpaq qatı o qədər qalın olmuşdur ki, baxın, qalın torpaq qatı deyir və ardınca torpaq qatı o qədər qalın olmuşdur ki, deyir. Yəni, bu iki cümlə bir-birini tamamlayır. Ona görə də mən bunların arasına sonuncu abzasa, yəni bu abzasın davamına o cümləni əlavə edə bilmərəm. Çünki son iki cümlə, yəni bura neçənci abzasdır? 3-cü abzasın sonuncu cümləsi ilə
4-cü abzasın ilk cümləsi bir-biri ilə üstə düşür. Torpaq qatı ilə örtülmüşdür, torpaq qatı o qədər qalın olmuşdur. Yəni bu iki cümlə bir-birini tamamlayır. Ona görə mən onların arasına bu cümləni artıra bilmərəm. Mən o cümləni terrasların hər birinin üstündən torpaq tökülmüş və burada bağ salınmışdır. Sonra deyir ki, terrasların şəkilləri mürəkkəb quruluşa malikdir. Onların özülünə iri yassı daşlar artıq bu quruluşun danışır. Qır-qarışıqlı bir qat qamış döşənmişdir. Bu artıq onun quruluşundan xəbər verir. Deməli, biz hara artırmalıyıq? İkinci abzasın sonuna. Düzgün cavab B variantı. Babilistanı fəth etmiş Makedoniyalı İskəndər sarayın məhz bu zallarında bağın aşağı yarısında vəfat etmiş cümləsində hansı sözlər arasında əlaqə yoxdur? Babilistanı fəth etmiş var, sarayın zallarında var, bağın aşağı əlaqə yoxdur burada. Bağın yarısında var, yarısında vəfat etmiş əlaqə var. Amma bağın aşağı bu iki söz arasında bir-biri ilə məna cəhətdən heç bir əlaqə yoxdur. Elə qrammatik cəhətdən də. 5. Mətndə çərçivə içərisində hansı sözlər yazılmalıdır? Deməli, çərçivə, burada yarımçıq qalmış bir cümlə var idi. Minlərlə qul gecə-gündüz dəri tuluqlar asılmış nəhəng çarxları çevirirdilər. Yəni, atırdılar olmaz, fırladırdılar olar, tulluyurdular olmaz, hərləndirirdilər olar. 2-4, düzgün cavab Y variantı. Mətnin 3-cü abzasında tabesli əlaqəsində olan sözləri seçib yazın. 3-cü abzas deməli 1, 2, 3 hansıdır bu? Onların özülü, buradan başlayırıq. Tabesizlik əlaqəsi arasında vergül və ya və bağlayıcısı da olan sadalanmalardan söhbət edir. Onların özlü iri yassı daşlar və qır-qarışıqlı bir qat qamış döşənmişdir. Daşlar döşənmişdir, qamış döşənmişdir. Yəni yazacağım bura birinci növbədə daş, sonra qamış. Daşlar, qamış. Bu iki söz arasında tabeslik əlaqəsi var. Baxaq görək başqası varmı? Sonra gipslə birləşdirilmiş, burada yoxdur. Onun üstündə isə bu cümlədə yoxdur. Bu suyun aşağı yarısına keçməsinin tələb edilmişdir. Yoxdur. Tərasın özü isə qalın məhsuldar. Baxın, qalın, vergül, məhsuldar torpaq. Deməli, qalın və məhsuldar arasında yenə də tabeslik əlaqəsi var. Vergüllə ayrılır. Qalın və məhsuldar. 2 dənə nümunə yazdıq. 7. Mətndə tünd rənglə verilmiş sözlə bağlı düzgün fikirləri müəyyən edin. Tünd rəng, baxın elə buradadır. Babilistanı fəth etmiş Makedoniyalı İskəndər. Burada fəth eləmək sözü öz həqiqi mənasında işlənmişdir. Həqiqidir, düzdür. Tutmaq mənasında işlənib, bəli, fəth etmiş, yəni tutmuş. Məcazi mənada işlənmişdir, səhvdir. Bəxtiyar Vahabzadənin şeirləri milyonların qəlbini fəth etmişdir cümləsindəki mətnlə eyni mənada, eyni deyil. Buradakı Bəxtiyar Vahabzadənin şeirindəki cümlə məcazdadır. Amma Makedoniyalı İskəndərin bir torpağı fəth eləməsi bu həqiqidir. Deməli, bizdən düzgün fikirləri istədiyinə görə mən yazıram 1 və 2. 8. Mətnin məzmunu ilə əlaqələndirin. Tikmədim özüm qalam, tikdim ki izim qala. Biz yazırıq ki, bunun ardından Semiramidanın adı nə tam olaraq onun ifadəni yazaq. Semiramidanın asma bağları 2-ci Nabuxodonosor tərəfindən sevimli arvadının şərəfinə salınmış və qədim dövrlərdən bu günə qədər izi qalan dünyanın 7 möcüzəsindən biridir. Bu formada biz o cümləni tamamlaya bilərik. 9. Altından xətt çəkilmiş söz mətndə hansı mənada işlənmişdir? Altından xətt çəkilmiş söz görək o hansı sözdür elə. Hə, tikili sözü. Bu tikili Babil hökmdarının şərəfinə salınmışdır. Tikili burada abidə mənasında, dünyanın 8-ci möcüzəsi mənasında işlənmişdir. Altından xətt çəkilmiş söz. Tikili yaza bilərik ki, burada tikili abidə. Tikilən ev, bina və ya bağ, bizdə çünki bağ idi. Bu formada izah edə bilərik. Mətndə səhv yazılmış mürəkkəb adları seçib düzgün şəkildə yazın. Mən burada mətni oxuyarkən səhvləri gördüm. İndi onları sizə göstərəcəm. Deməli, bu hissədə asma bağları Xilla şəhər. Xilla şəhərinə baxın. Şəhər sözü kiçik hərflə yazılmalıdır. Böyük hərflə yazılıb. Bu bir səhv. Babil şəhəri baxın. Bu kiçik hərflə yazılıb, düz yazılıb.
Suyun üstündən torpaq qatıb. Bir dənə də var. Fərat çayından. Baxın, çay sözü kiçik hərflə yazılmalıdır. Böyük hərflə yazılıb. Bu da səhv yazılıb. Suyun şırıltısı midya böyük hərflə yazılmalıdır. Bu doğrudur. Burada bir dənə də Fərat çayı ifadəsi var. Yenə çay sözü kiçik hərflə yazılmalıdır. Bu da yanlış yazılıb. Bu ifadələri elə biz özümüz qeyd edə bilərik ki, yanlış yazılmış sözlərdir. 11. Hansı cümlədə sözlər arasında tabesi əlaqəsi var? Yəni, vergül və ya və bağlayıcısına baxmalıyıq. Deyilənə görə kənddə heç kim yaşamır. Buradakı vergül sadalanma vergülü deyil, ara söz vergülüdür. Ona görə biz bunu götürə bilmərik. Bizi o qədər tərifləyirdilər ki, 2-dən sonra qoyulan vergül tabeli mürəkkəb cümlənin vergülüdür. Bizə lazım deyil. Aynur çiçəkləri dərdi, dəstə bağladı. Dərdi kim? Aynur. Bağladı kim? Aynur. Hər iki işi eləyən Aynurdur. Deməli, burada həmcins xəbərlər var. Yəni, sadalanan xəbərlər var. Burada deməli, tabesli əlaqəsi var. Əsgərlər qətiyyətlə irəliyə hücuma keçdilər. Nə vergül var, nə və bağlayıcısı var. Fəridin hansı əsəri oxuması mənə maraqlı gəldi. Nə vergül var, nə və bağlayıcısı var. Ona görə olmaz. 12. Cümlədə hansı sözlər arasında tabeli əlaqəsi ismin hal şəkilçisi vasitəsilə yaranmışdır? Hal şəkilçisi ilə. Deməli, çoxdan görmədiyim dostuma zəng edib hal-əhval tutdum. Burada çoxdan sözü çox sayından yaranmış zərfdir. Görmədiyim sözündə hal yoxdur. Dostuma, mənim dostum, dostuma, a burada yönlük haldır. Dostuma zəng edib ifadəsini doğru cavab götürə bilərik. Birinin yazılışında səhvə yol verilmişdir. 31 dekabr deməli həmrəylik günüdür. Bayram günü olduğuna görə d böyük hərflə yazıla bilər. 8 mart qadınlar günüdür, böyük hərflə yazıla bilər. 10 noyabr zəfər günüdür. Noyabr böyük hərflə yazıla bilər. 28 may milli müstəqillik günü böyük hərflə yazıla bilər. 14 dekabr hər hansı bir əlamətdar gün deyil. Ona görə də 14 dekabr formasında yazılmalıdır. 14-cü sual. Cümlələrdəki söz birləşmələrini və onların hər birinin sintaktik vəzifəsini müəyyən edib yazın. Nadirin ali məktəbə daxil olmağı bizi çox sevindirdi. Nə etdi? Sevindirdi. Nə? Nadirin ali məktəbə daxil olmağı. Söz birləşməsi burada yalnız bir dənədir. Sintaktik vəzifəsi mübtədadır. Yazırıq mübtəda. Səni bura gətirən yurt sevgisidir. Nədir yurt sevgisidir? Nə səni bura gətirən? Burada həm mübtəda, həm də xəbər söz birləşməsidir. Mübtəda ifadə olunub fe'li sifət tərkibi ilə, xəbər ifadə olunub isim birləşməklə. Bu formada cavabları yazmaq olar. Birinci cümlənin də mübtədası ifadə olunub, Nadirin daxil olmağı ismi birləşməklə, yiyəlik və mənsubiyyət var. Onu da qeyd edə bilərsiniz. 15. Tabellik əlaqəsi haqqında 2 vacib məlumat yazın. Birinci məlumatı yaza bilərik ki, tabellik əlaqəsi cümlədəki sözlərin məna və qrammatik cəhətdən birləşməsidir. İkinci vacib qayda yaza bilərik ki, tabeli əlaqəsi, məsələn, uzlaşma əlaqəsi mübtəda ilə xəbər arasında tabelilik əlaqəsinin növü uzlaşma olur. Bu formada öz cavabımızı qeyd edə bilərik. 15-ci sual KSQ-yə məxsus olan sonuncu sualımız idi. Bu video ilə, bu izahla daha doğrusu videoya yekun vururuq. Siz də dərslərimiz haqqında məlumat əldə etmək üçün 055 418 82 02 telefon nömrəsi ilə bizimlə əlaqə saxlaya bilərsiniz. Ünvanımız Elmlər Akademiyası metrosunun düz çıxışında yerləşir. Dərslər üçün müraciət edə bilərsiniz. Sağ olun, növbəti izahlarda, videolarda görüşərik.